Hazar var. Hə. Hala bunları eve iş yoldaşım gələcək. Hazırlıqlı olmaq lazımdır. Ona görə sizi imtihan eləyəcəm. Hər dəfə baxıram, bir peşmançılıq hissi gəlir, amma nəysə. Albat imtihan eləyəcəm sizi. Baxa görə biz qonaqlığa hazırıq, yoxsa biabır olarıq. Məni də. Ay, ikimizi də. Albat yemək pişirmisən, yerləri silmisən, sonra imtihandan keçdin. Ata, bu ilki suallar nə asandır, ver gəlsin. Deməli oğlum, bax, sən bu gələn qonağın yanında bizi biabır eləməməlisən. Sən vurma cədvəlini elə bilməlisən ki, o deyir, yuxudan duran kimi soruşanda bilməlisən. Yaxşı? Yaxşı. Albat iynəni ver. Neyəsən ki? Böyle göstərəcəm. Yuxu iynəsi. Ay. Yoxlamalıyam da, test. Oo. Dur, dur. 4 vur 4. Nə oldu? 18. Biabır oldu. Biabır Ata, oldu bu ya. Yuxudan duran kimi vurma cədvəlini əzbər bilmək mənim həyatımın hansı hissəsində harda mənə lazım olacaq? Ay kişi zor söz dedi. Elə bax, elə indi lazım olacaq, bugün lazım olacaq. Afərin. Hər şey təsdiqləyirəm. Mən Vaqifə demişəm ki, sən yuxudan duran kimi vurma cədvəlini əzbər bilirsən. Biabır elədir məni. Mən bu işdə otururam bu Vaqiflə. Vaqif başlayır öz uşağın tərifini. Mən uşağım riyaziyyatı Pifagor kimi bilir. Ay, nə bilim, fizikanı Newton kimi bilir. Mən də hirsləndim, əsəbləşdim, dedim ki, mənim də oğlum riyaziyyatı Nəsrəddin Tusi kimi bilir. Fizikanı da Lütfizadə kimi bilir. Niyə elə dedin? Bizim alimləri xarici alimlərdən nə əksikdik? Afərin.